Bismillah və bi zikri vəliyyillah. Allah mübarək Quran-ı Kərimdə tənqid edilən imanlar haqqında çoxlu ayələr göndərmişdir. Bu tənqid edilən imanlardan biri də əməlsiz edilən imandır. Əməlsiz edilən iman buna deyirlər ki, məsələn deyək bir vaizdir, oturur məsciddə xutbə eləyir, insanlara haqqı çatdırır. Məsələn deyir ki, pərhizkar olmaq lazımdır, səbirli olmaq lazımdır, halal harama riayət eləmək lazımdır. İnsanlara çatdırır bu xeyirli işi, amma ki gəldikdə ki elədiyi əməllərə baxdıqda isə heç də öz danışdığı sözlər kimi öz sözlərinə əməl eləmir. Bu şəxslər Quranda əməlsiz iman adlanır. Bu əməlsiz imanı isə Quran-ı Kərimdə bir dənə ayəni inşallah ki, ayədə buyurur Bismillah və billah. Məgər insanlar iman gətirdik demələri ilə onlardan əl çəkilib əməlləri ilə daha imtahan olunmayacaqlarını sanırlar. Bu ayə birbaşa dəlildir ki, bəzi insanlar ki var, öz dedikləri ilə öz əməlləri bir gəlmir. Allah bizi öz dediyimiz sözlərlə öz əməllərimizi bir qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.